Gündəlik həyatınızda hər gün istifadə etdiyiniz bu üç fe'li mütləq yadınızda saxlayın. Одеваться, раздеваться, переодеваться. Geyinmək, soyunmaq, əynini dəyişmək. Mən əynimi geyinirəm. Я одеваюсь. Soyun, keç. Раздевайся, проходи. Yəni üst geyimi də soyunub keçəndə bunu nəzərdə tutur. Переодеваться. Məsəl üçün, bu sənə yaraşmır, get əynini dəyiş. Это тебе не идет, иди переодевайся. Əzizlərim, gördüyünüz kimi nümunəmdə necə qısa, sadə cümlələr, amma eyni zamanda gündəlik həyatınızda istifadə olunan bir cümlələr nümunə gətirirəm. Eləcə də mənim danışıq kitabım belə qısa, rahat cümlələrdən ibarətdir. Onu əldə edərək siz kurssuz, müəllimsiz, sərbəst, mütəmadi olaraq məşğul olsanız, gün ərzində 20-30 dəqiqə vaxt ayırsanız, artıq 4-5 aya siz B2 səviyyəsində rus dilində danışa bilərsiniz. Qaranti 100%-dir. Nə etməlisiniz? İlk öncə aşağıdakı məlumatı sona kimi oxuyun.